Salam hörmətli həmkarlar. Bugün bir video çəkmək istədim. Bu nədən ibarətdir? Məktəbə gələn yoxlamalar, yəni Təhsildə Keyfiyyət Təminatı Agentliyi olsun və yaxud da digər qurumlar məktəb yoxlamasından sonra məktəbə göndərilən hesabatlar əsasında fəaliyyət planının yazılması və fəaliyyət planlarının izlənməsi. İlkin olaraq sizə bəhs etmək istəyirəm ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi bizim 144 nömrəli məktəbə 2022-2023-cü ilin başlanğıcında gəlmişdi və həmin onların gəldiyi və yoxladığı əsas sahələr 4 sahələr idi. 4 sahədən ümumilikdə 35 alt meyar var idi və bu 4 sahə birinci şagird nailiyyətləri və şəxsi inkişaf, öyrətmə və qiymətləndirmə, məktəbdə dəstəkləyici mühitin yaradılması, burada mənəvi psixoloji mühit, təhlükəsizlik, maddi texniki və tədris bazası və liderlik idi. Ən çox olan alt meyar birinci sahədə idi. Birinci sahə üzrə 14 alt meyar üzrə yoxlama aparılmışdı. Demək ki, bu daha çox araşdırılması ehtiyac olan sahədir. Çünki şagird nailiyyəti və şəxsi inkişaf məktəbin ən vacib halqalarından biridir. Məktəblər yoxlama olduqdan sonra məktəblərə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məktəb yoxlamasının nəticəsini göndərir. Sanki bu belədir. Bir insan həkimə gedir, həm rentgen, həm qan analizi, bütün check-up müayinədən sonra onun əlinə, onun bədən orqanizmisinin doğru olan, yəni güclü tərəfi və yəni müalicəyə ehtiyac tərəfi deyək, verilir. Baxın, agentliyin bu sənədi də elə bir sənəddir ki, məktəbin güclü tərəfləri və inkişafa ehtiyac olan tərəfləri verilir. Dediyim kimi, bugün çəkəcəyim misallar birbaşa 144 nömrəli məktəbin bu istiqamətdə gördüyü və davam etdirməkdə olduğu işlər sahəsində olacaq. Və biz bu sənədi günlərcə oxuduq, günlərcə onu bir-bir analiz etdik. Hər bir sahə üzrə məktəbin bütün göstəriciləri açıq şəkildə qeyd olunmuşdu. Mən bu hissələrdən tez-tez keçəcəm, istəmirəm, çünki bəzi materiallar var, bu məktəbdə özündə qalsa yaxşıdır. Əsas nəyi demək istəyirəm? Məktəbin həmin göndərilən bu sənəd bir-bir oxunub incələnməlidir. Burada gördüyünüz kimi mən 2022-ci ildə həmin bu sənəd əlimizə gələndə bir-bir sətir-bəsətir həm özüm təklikdə, həm inzibati heyətlə, həm də müəllimlərlə oxuduq. Və güclü tərəflərimizi gördüyünüz kimi yaşıl rəngdə rəngləyirdim. Amma inkişafa ehtiyac qeyd olunan tərəfləri qırmızı, yəni bu mənim məktəbimin zəif nöqtəsi idi ki, mən o sahənin inkişafı üçün fəaliyyətlər təşkil etməli idim. Amma eyni zamanda güclü tərəflərimin də hansı olduğunu detallı bilməyim vacibdir. Çünki bu sənədin başlanğıcında əslində qeyd olunur bütün sahə üzrə güclü və zəif tərəflər. Amma mütləq şəkildə başlanğıcda oxuduğumuz əsas girişdən sonra hansı sahə, baxın, nisbətən güclü və inkişafı olan tərəfləri oxuyanda güclü olan tərəfdən nəyi güclü görüblər? İnkişafa ehtiyacı olan tərəf, məsələn, bizdə burada inkişafa ehtiyac olan tərəflər qeyd olunub, sonra bu hissənin daha detallı açılışı irəliləyən səhifələrdə daha detallı verib ki, onların hansı aləti ilə, hansı izlənməsi ilə və hansı situasiya ilə təyin ediblər ki, bu sahəmiz inkişafa ehtiyac olan tərəfdir. Biz bu sənədi qarşımıza qoyduq və zəif güclü tərəfimizi bilərək 2022-23-cü tədris ilinin başlanğıcında məktəb inkişaf planı yazdıq. Buna fəaliyyət planı da deyə bilərsiniz, məktəb inkişaf planı da deyə bilərsiniz. Bəli, o dövr üçün biz burada özümüz üçün məktəb inkişaf planı yazdıq və bu planın başlanğıcında hər bir sahəni ayırdıq. Burada məktəb üçün vacib olan məqam nədir? Hər bir sahə üçün lazım olan fəaliyyətləri o fəaliyyətlərdə daha çox qüvvəsi, daha çox təklifi, daha çox iş görə bilmə potensialı olan insanlarla birlikdə o sahənin fəaliyyətini yazmağa başladıq. Yəni, biz birinci sahə şagird nailiyyəti və şəxsi inkişaf üçün, baxın, burada görürsünüz, məqsədimiz nədir? Qeyd etmişik fəaliyyət planında, şagirdlərin nailiyyətini yüksəltmək və şəxsi inkişaflarına nail olmaq və bizim hədəflərimizi qoyduq. Hədəflər mütləq vacibdir ki, bu hədəfləri məktəb özü üçün qoymalıdır ki, mən bu hədəfə çatmaq üçün aşağıdakı fəaliyyətləri yazacağam. Biz burada o dövr üçün bizim Azərbaycan dili fənnindən qeyri-kafi qiymət alan şagirdlərimiz az idi. Ona görə də daha çox fokuslandıq. 4 və 5 qiymət alan şagirdlərin 47%-dən 50%-ə qaldırmaq. Yəni, qarşımıza konkret faiz olaraq hədəf qoyduq. Riyaziyyat və ingilis dilindən isə əksinə qeyri-kafi alan qiymət alan şagirdlərin
faiz göstəricini artıraq. Riyaziyyatdan 40-50% şagirdimiz əgər qeyri-kafi almışdırsa, bunu 40%-ə endirmək. İngilis dilindən də 38% şagirdimiz aşağı qiymət almışdırsa, bunu 30%-ə endirmək. Burada vacib məqamlardan biri də nədir? Hər kəs həmin tekstanın sənədinə uyğun fəaliyyət planı yazarsa, o fəaliyyət planı onun spesifikliyi, məktəbinin əlində olan daxili imkanları, resurslarına uyğun fəaliyyət planı yazılır. Amma son dövrdə çox təəssüf ki, bəzi məktəblərdə oxşar fəaliyyət planları olur. Amma məktəbə ümumi baxışlamanı görürsən ki, bu məktəbin gücü ilə ona oxşar digər bir fəaliyyət planı olan məktəbin nə resursu eynidir, nə onun daxili imkanları eyni deyil. Buna görə də məktəbin yoxlama nəticəsində verilən tekstanın, yəni göndərdiyi sənəd əsas vacibdir. Ona uyğun fəaliyyət planı yazsaq, bu bizim məktəbin sırf spesifik fəaliyyət planı olacaq. Bəli, davam edək. Biz gördüyünüz kimi hədəflərimizi qoyduq. Hədəflərimizə çatmaq üçün, baxın, burada hansı insanlar lazımdır bu hədəfi çatmaq üçün fəaliyyət planının yazılmasında məktəbin yanında olan? Riyaziyyat, ingilis dili, Azərbaycan dili müəllimləri, metod birləşmə rəhbərləri mütləq. Daha sonra şagirdlərin öyrənmə bacarığına və yaxud da şəxsi inkişafların buna təşkilatçı da ora cəlb olunmalıdır, kitabxanaçı da və həmin şəxslərin iştirakı ilə onların da ideyaları vacibdir. Onlar çünki işi onlar görəcək. Onlar hansı işi görə bilər? Onların beyin məhsulu vacibdir ki, məktəbin fəaliyyət planında bu öz əksini tapsın. Məktəb rəhbərliyi də öz töhfəsini verərək həmin dövr üçün məktəb fəaliyyət planı yazdıq. Və sonra keçdik ikinci sahəyə. İkinci sahə isə öyrətmə və qiymətləndirmədir. Burada artıq daha çox fokuslanırıq müəllimlərin üzərinə. Yəni burada biz də hədəf qoyduq. Müəllimlərin peşəkar səviyyəsinin artırılması və qiymətləndirmə prosesinin təlimata uyğunlaşdırılması və bu hədəfə çatmaq üçün biz nə işlər görə bilərik? İlk öncə müəllimlərin peşəkarlıq səviyyəsini artırılmalıdır və biz burada qeyd elədik ki, müəllimlərdə mentor qrupu tərəfindən aşağıdakı mövzular üzrə təlimlər keçiriləcək və mən tam məsuliyyətlə deyə bilərəm ki, təlim keçirildi və hətta həmin dövr üçün bizim bu təlimlər o qədər uğurlu oldu ki, yaratdığımız mentor qrupu da o qədər uğurlu oldu ki, yaxın məktəblərin müəllimlərinə belə biz bu belə deyək, mentor qrupunun köməkliyi ilə müəyyən təlimləri müəllimlərə təşkil etdik. Və bu təlimlərin konkret vaxtını qeyd edirsən. Burada indikatorların doğru qeyd olunmağı vacib məqamdır. Yəni məktəbdə indikator həmin fəaliyyətin göstəricisi olaraq fəaliyyət planının hazırlanması, müəllimlərin siyahıları, bunlar mütləqdir. Çünki həmin fəaliyyət planları hazırlanarkən bu ümumi məktəbin fəaliyyət planıdır. Bu fəaliyyətləri kimlərə tapşırırıqsa, onların fəaliyyət planlarının geniş olması vacib məqamdır. Yəni indikatorlara burada diqqət edin. Digər bir məqam, fəaliyyət hansı vaxtlar təşkil olunacaq? Bu da vacibdir. Tutaq müəllimlərə mentorluq, təlim falan belə fəaliyyətlər yazırıqsa, bu mütləq nəzərə alınmalıdır ki, bu şagirdlər üçün nəzərdə tutulmuş kanikul vaxtına düşsün. Yəni bilirsiniz ki, tətil, payız tətilidir, qış tətilidir, birinci yarım il tətilidir. Bu şagirdlər üçün tətildir. Həmin dövrdə müəllimlər məktəbdə olur. Daha sonra yay aylarında nəzərdə tutduq ki, yay ayında müəllimlər bilirsiniz, avqust ayında işə qayıdır, o sentyabrın 15-nə qədər vaxt olur. Bu vaxtı da qoyduq və biz burada böyük uğur əldə etdik. Bunu tam məsuliyyətimdən deyə bilərəm. Sonra BSG və KSG-lərin təhlili aparılması üçün bəli, çox ciddi bir deməli qrup təşkil etdik. Daha sonra keçirik üçüncü sahəyə. Üçüncü sahədə də məktəbdə dəstəkləyici mühit. Yenə burada mənəvi psixoloji mühit, təhlükəsizlik, maddi texniki baza və tədris bazaları. Bunun təşkili üçün başda psixoloqu çağırırıq, kitabxanaçını çağırırıq. Yəni o sahədə ən çox faydalı ola biləcək şəxslərlə birlikdə bu istiqamətin fəaliyyət planı yazılır. Burada da hədəfimizi qoymuşuq. Hədəf nədən ibarətdir? Şagirdlərin fiziki və mənəvi sağlamlığı və təhlükəsizliyini təmin etmək və şagird davranışından bağlı. Həmin hədəflərə də çatmaq üçün müəyyən fəaliyyətlər yazdıq burada və bu fəaliyyətlərin icrası nəzərdə tutuldu. Bura qədər dedik. Demək, əlimizdə olan Tekdanın deyək də, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nəticəsini əsas götürərək, lazımi şəxsləri də hər bir sahə üzrə cəlb edərək fəaliyyət planı hazırladıq. Bəs bu fəaliyyət planı ilbəil necə izlənəcək? Ola bilər ki, biz fəaliyyət planında elə fəaliyyətlər yazmışıq ki, bu özünü doğrultmur, bunun özünün də inkişafa ehtiyacı var və yaxud da elə ola bilər ki, elə bir fəaliyyət yazmışıq ki, həmin fəaliyyətlər həqiqətən də o qədər uğurlu olub ki, digər illərdə də onun davamını fikirləşirik. Bu ilin sonunda bizim fəaliyyət planımızın özünün qiymətləndirilməsi olur.
Və biz buna uyğun olaraq fəaliyyətləri davam etdirərək növbəti illər üçün fəaliyyət planları hazırladıq. Bu gördüyünüz isə 2023, baxın 2024-cü il üçün yazılandı, yəni ondan sonrakı il. Ondan sonrakı il üçün yazılan fəaliyyət planını artıq mən daha spesifik etdim. Yəni konkret hansı işi kimə tapşıracağamsa onu fəaliyyət planına yazdım. Çünki birinci fəaliyyət planında konkret insanların adı o fəaliyyət planında qeyd edilməyəndə müəyyən pərakəndəlik yaranır, müəyyən məsuliyyətdən qaçma yaranır və buna görə də mən 2023-cü 24-cü tədris ilində artıq fəaliyyət planıma konkret olaraq hansı işi kimə tapşırmışam, hədəf olaraq hansı siniflərdir, hansı faizdir, bunların hər biri öz fəaliyyət planında əks olundu. Eyni zamanda həmin il məktəbə yeniləşən məktəb layihəsi gəlmişdi, onu da burada tez göstərim. Yeniləşən məktəb layihəsinin içərisində müəyyən fəaliyyətlər verilmişdi. Baxın burada həmin fəaliyyətləri də məktəbin uyğun fəaliyyət planına uyğunlaşdıraraq əlavə etdim. Yeniləşən məktəb layihəsində də müəyyən çox uğurlu təkliflər, fəaliyyətlər var idi. Daha sonra qarşılıqlı razılaşma ilə müəyyən adamlarla birlikdə məktəbdə təşkil olunan təlimlər var idi. Bəli, pasiv qalan tərəflər də var idi. Artıq onu növbəti il istifadə etmədim. Yenə bu ilin sonunda da mən məktəbdə monitorinqlər keçirdərək, monitorinq təhlilləri apararaq bu fəaliyyət planında daxil etdiyim fəaliyyətlərin nə qədər uğurlu olduğunu yoxlamaq məqsədi ilə bir çox monitorinqlər etdim. Həmin monitorinqlərdən sizə bir neçəsini göstərmək istəyirəm. Məsəl üçün, biz məktəbimizdə demişdik ki, BSG, KSG və yaxud da ümumi məktəbdə keçirən monitorinqlərdən bizim əsas, məsələn, TEKTA-nın nəticəsinə görə zəif tərəflərimizdən də biri bunların hesabatlılığının olmaması idi. Bəli, mən indi sizə bir neçə sinifin, baxın, ekranda görürsünüz, monitorinqlərini hansı formada aparmışıqsa onu göstərəcəm. Məsəl üçün, bu bizim Azərbaycan dili fənni üzrə 3A sinifimizdə apardığımız monitorinq idi. Bu olub, deməli, 2023-24-cü tədris ilində. Ülviyə müəllimə sinifi idi. Burada uşaqların adı, burada sualların sırasına uyğun olaraq mən görmüşdüm ki, 4-cü sualda uşaqlar çətinlik çəkib. Mən burada təhlil hissəsinə gedərək 4-cü sualda hansı alt standartın olduğu Azərbaycan dilindən baxdım ki, dinlədiyi fikrə münasibət bildirməkdə uşaqlar çətinlik çəkib. Və paralel olaraq digər bir sinifində Azərbaycan dili fənninə baxdım. 3B sinifinə baxaq. 3B sinifinin də 3B sinifi Səbinə müəllimənin yenə Azərbaycan dilidir. Yenə orada da baxdım ki, bəli, 3A sinifində, daha doğrusu 3, bəli, A sinifində 9% uşaq cavab vermişdi. O da sinifə görə az faiz idi, 4-cü sual. 3B sinifində isə 4-cü suala 4% şagird cavab verib. Və mənə maraqlı oldu və konkret də bu onu göstərirdi ki, 4-cü sualda nəzərdə tutulmuş alt standart, burada onda da eynidir, dinlədiyi fikrə münasibət bildirir alt standartında uşaqlar çətinlik çəkir. Bəli, bir də ola bilər ki, eyni alt standartda bir neçə sual olsun, amma həmin vaxt biz 4-cü suala düşən sualın daha detallı tapşırıq vərəqində açıb baxırıq ki, hansı sual nümunəsidir. Və biz həmin sualların, həmin alt standartın inkişafı üçün nə edə bilərik? Həmin onu, baxın, bu hissədə müəllim və məktəb rəhbərliyi tərəfindən təkliflər hazırlanır ki, bəli, mən təyin etdim ki, 3-cü sinif Azərbaycan dili fənnindən dinlədiyi fikrə münasibət bildirməkdə şagirdlərim çətinlik çəkir və biz bura, bu hissəyə nə işlər görə biləriksə, həmin işləri burada qeyd elədi müəllim ki, hansı yəni formada o alt standartın təlim nəticəsini yüksəldə bilərik. Bu olur mənim fəaliyyətimdə, fəaliyyət planımda nəzərdə tutduğum hədəfə çatmaq üçün apardığım monitorinqlərində düzgün hesabatlılığı. Və gələk ən sonuncu olaraq biz bütün son 3 ildən sonra məktəblərə göndərilən hesabatlar. Bir, mən qaydım bura ki, biz birinci sahədə hədəf olaraq özümüzə götürmüşdük 4-cü sinif monitorinqlər, yəni birinci sahədə şagird nailiyyətindən bağlı olan və hədəf götürmüşdük orada Azərbaycan dili fənni üzrə 5 alan, 4-5 alan uşaqların faizini artırmaq, qeyri-kafi qiymət alan uşaqları riyaziyyat və ingilis dilindən faizini artırmaq. Daha doğrusu azaltmaq, üzr istəyirəm. Və biz
Həmin fəaliyyətlərimizin 2 il sonrası hər il zaten məktəblərə göndərilirdi bu monitorinq təhlilləri. Monitorinq təhlillərinə baxıram ki, görüm mən inkişafa getmişəmmi? Qarşınızda gördüyünüz 4-cü sinif nəticəsidir. Bəli, biz baxsaq görərik ki, çox böyük irəliləyiş olub. 4-cü sinif monitorinqlərində 2022-ci ildə 5-ci yer, sonra bir yer geriləyərək 6-cı yerə gəlmişik. 2004-cü ildə isə, 2024-cü ildə isə biz 4-cü sinif mərkəzləşmiş monitorinq üzrə Binəqədi rayonu üzrə birinci yerə gəlmişik. Və onu da qeyd etmək istəyirəm ki, Binəqədi rayonu, mən indi açım onu da göstərim sizə. Binəqədi rayonunun balı ortalama baldan, yəni Bakının ümumi ortalama balından hər zaman ən yüksəkdə olub. Bakının ümumi ortalama balının ən yüksəyində duran rayonun içərisində birinci yerdə gəlib qərarlaşmaq bu məktəb üçün böyük uğur idi və biz özümüz üçün qiymətləndirirdik ki, doğrudan da o sahədə apardığımız monitorinqin düzgün təhlili bizi uğura aparıb çıxardıb. Düzgün təhlil isə yenə deyirəm, nədən ibarətdir? Bax, bu formada təhlillərdən sualların özünün təhlillərindən ibarətdir ki, biz sualları təhlil edirik. Tapırıq suallarda ki, hansı alt standartlar zəifdir. Baxın, gördüyünüz kimi ekranda 4-cü siniflərimiz də var, 9-cu siniflərimiz də var, 3-cü sinif riyaziyyatımız da var, Azərbaycan dili də var. Burada da eyni, baxın, qarşınızda 3-cü sinif riyaziyyatı durur. Orada isə məsələn 13-cü sual daha zəif nəticə göstəriblər. 13-cü suala gəlib baxıram ki, riyaziyyatdan yuxarıda. Deməli, 13-cü sual 1000 dairəsində yazılı toplama və çıxma əməllərini şagirdlər yerinə yetirə bilmir, çətinlik çəkir 3-cü siniflər. Və yəni dediyim ondan ibarətdir ki, fəaliyyətlərin uğurlu nəticə əldə etməsi üçün mütləq monitorinqlər və monitorinqlərin özlərinin də təhlili vacibdir. Və biz 4-cü sinifdə uğur əldə etdik. Bu bizim fəaliyyətimizin uğurlu tərəfi idi və növbəti illərdə həmin uğurlu işin davamı üçün fəaliyyət planına saldıq. Və eyni zamanda biz orta ballara mütləq nəzarət etməliyik ki, fənlər üzrə bəzən olur reytinqdə geriləsək də, biz baxırıq ki, mənim məktəbdə işim doğru gedib. Çünki mən orta balı qaldırmışam. Yəni tədris prosesində uğurlu nəticəm var. Məsəl üçün baxın, burada tədris dili 68 baldır. 23-cü ildə, 2023-cü ildə 72 bal, daha sonra 2024-də yenə enmə olub. Amma riyaziyyatda isə yenə baxın 65 bal, sonra 51 bal. Yenidən 2024-də biz gerilədiyimizi görərək o işin üzərinə daha çox hədəflənərək balımızı 2024-də bizim 4-cü siniflər üzrə riyaziyyatın ortalama balı 71, hətta 72 bala qədər gəlib çıxıb. Yəni bu o deməkdir ki, biz zaten monitorinqlərin nəticəsi ilə harda gerilədiyimizi anında görərək fokuslanırıq ora. Və digər bir tərəfdən biz demişdik ki, hədəf olaraq 9-cu siniflərimizdə Azərbaycan dili fənni üzrə 4-5 alan şagirdlərimizin sayını artırmaq istəyirdik. Bəli, baxırıq burada 4 və 5 alan şagirdlərimiz 2022-ci ildə 21 və 11 şagird sayından tədris dili üzrə qaldıra bilmişik şagird sayının rəqəmləri. Çünki az sayda olsa da artırmışıq. Yəni 4 alanlarımız 1 şagird, 5 alanlarımız isə 11 şagirddən 16 şagirdə gedib. Amma burada geriləməmiz də var. Bunu da etiraf etməliyik. Bizim müəyyən mənada 0-30 bal alan şagirdlərimizin sayında artım olur. Baxın, burada vacib məqam nədir? Biz orada başa düşmüşük ki, biz hədəf götürmüşük Azərbaycan dilindən təlim nəticəsi orta və yüksək olan şagirdin sayını artıraq. Demək, burada müəllimlər sinifdə gözdən qaçırdıblar təlim nəticəsi çox az olan uşaqlar üzərindəki fəaliyyəti və uşaqların orada 8 sayda uşaq 22-ci ildə olub 0-30 bal arası alan. 2024-də bunu 15-ə qaldırmışıq. Bu subyektiv və obyektiv səbəblərdən ola bilər. Bu bizim artıq hədəflərimizdəndir ki, niyə görə 0-30 bal alan şagirdlərimizin sayı azalıb. Amma uğurlu tərəflərimizə baxsaq, orta ballarımız çoxalıb, 9-cu sinifdə, yəni çoxalıb dediyim artıb. 68 baldan 71 bala qədər qalxmışıq. Daha doğrusu şagird sayını qaldırmışıq. Şagirdlərin də artımı bizim üçün vacibdir. Tədris dilindən isə 57 baldan, baxın, düşmüşdük 50 bala. Daha sonra yenidən qaldırmışıq balları. Riyaziyyatdan balımızda heç vaxt azalma olmayıb, əksinə artmaya doğru getmişik. Görürsünüz, orta bal 34 bal, 36 bal və 38 bala. Xarici dildə də eyni ilə artım gedib və son 24-cü ildə niyəsə yenə bizdə müəyyən bir azalmalarımız olub. Amma ümumi olaraq 3 fən üzrə ortalama balımızda artım olub. Yəni biz bütün bu monitorinq nəticələrini əldə etdiyimiz
bütün monitorinq nəticələrinin təhlili, fəaliyyət planına saldığımız fəaliyyətlərin bir-bir incələsək, biz hansı fəaliyyətlərin uğur gətirdiyini, hansı fəaliyyətlərin isə yenidən təkmilləşməyə ehtiyac olduğunu təyin edə bilərik. Və buna uyğun olaraq da növbəti il biz artıq yeni bir fəaliyyət planı hazırladıq. Mən sizə indi 2025-2026-cı ilin artıq bu il üçün olan fəaliyyət planını göstərim. Bizim fəaliyyət planımızda da artıq yenidən məktəbimizin vizyonu, missiyamız qeyd olunub. Hər bir hansı 7 sahə üzrə fəaliyyətlər qeyd eləmişik burada. Mən bunu hər zaman fəaliyyət planı əvvəlində qeyd edirəm. Hər sahə üzrə nə qədər alt standartlar, nə qədər alt meyarlar var, onları da qeyd edirəm. Məktəb əsasən fəaliyyət planı 7 sahə üzrə ayırmışam. Və bu il burada qırmızı hərflərlə qeyd elədiyim yazılar sentyabr konfransında rəsmilərin məktəblər üçün vurğuladığı hədəfləri yenidən məktəbin fəaliyyət planına əlavə etdim. Çünki sentyabrın 12-sinə qədər bizim fəaliyyət planımız yazılmışdı. Konfrans sentyabrın 12-sindən sonra olduğundan hədəflər də yenidən təkmilləşdirilərək məktəbin fəaliyyət planının içərisinə daxil edildi. Onları da göstərim. Baxın, gördüyünüz kimi 2025-2026-cı ildə artıq mənim fəaliyyət planımda konkret məsul şəxslərin adı qeyd edirəm, indikatorları açıq şəkildə qeyd edirəm, hədəf siniflərim, sayı, faizləri konkret qeyd edirəm. Çünki hər bir kəs bilməlidir ki, bu işin icrası üçün kimlər məsul şəxslərdir və eyni zamanda, baxın, qırmızı hərflərdə yenə burada əlavə olaraq daha gözə çarpan etmişəm ki, bu il rəsmilərin sentyabr konfransında vurğuladığı sahələrdə, məsələn, 4-cü sinif biz monitorinq deyirdik, artıq bizdə 4 və 6-larda konkret oxuyub anlama üzrə monitorinqlər, 5-ci siniflərdə isə riyaziyyat və dil fənləri üzrə monitorinqlərin olması təklif olunmuşdu və hədəf götürülmüşdü və həmin rəsmilərin Bakı Şəhər Təhsil İdarəsi tərəfindən olsun, MÜTDA tərəfindən və yaxud da Elm və Təhsil Naziri tərəfindən məktəblərə qoyulan hədəflərə çatmaq üçün lazım olan fəaliyyət planında öz əksini tapdı. Burada vacib olan digər məqamlar nədən ibarətdir? Hörmətli müəllimlər, hörmətli məktəb rəhbərlikləri, bir də qeyd edirəm, əlinizdə olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin göndərdiyi analiz mütləq əlinizdə olsun. Analizin nəticəsi mütləq əlinizdə olsun ki, bu sizin zəif və güclü tərəfinizi görməyə xidmət edir və həmin hissələrin inkişafı üçün nələri edə bilərsiniz onu və orada mütləq sətir və sətir oxuyun. Çünki bəzən deyilir ki, məktəbdə filan sahə güclüdür. Bəli, agentlik tərəfindən gələn şəxslər zaten orada qeyd edirlər onu ki, nələr müsbət idi, amma nələr isə inkişafa ehtiyacdır. Və onlara uyğun fəaliyyət planı hazırlayın. Hər bir məktəbin spesifik gücünə malik, texniki bazasına malik, olduğu mühitə malik bir fəaliyyət planları olmalıdır. Və növbəti olaraq da ən vacib məqam, monitorinq nəticələriniz mütləq əlinizdə hesabatlılığınız kimi olsun, məktəb monitorinqi olsun, BŞT tərəfindən göndərilən monitorinqi olsun, fərqi yoxdur. Belə, inşallah videom yararlı olar, hər birinizə uğurlar.